Əzəli torpaqlarımızda qrup yaradırıq. Ağdamda da azadlığına qovuşduqdan sonra geniş miqyaslı quruculuq işləri görülür. Ağdamın istər şəhər, istərsə də kəndləri sürətlə bərpa olunur, öz doğma sakinlərinin gəlişinə hazırlaşır. Keçmiş məcburi köçkünlərin öz doğma yurtlarına qayıtdıqdan sonra rahat yaşaması üçün gözəl infrastruktur yaradılır. İşlər nə yerdədir? Ətraflı növbəti sujetdən biləcəyik. Yenidən qurulan Ağdam şəhəri ilə yanaşı kəndlərin də tikintisi davam edir. Böyük qayıdış proqramı çərçivəsində Sarzalı, Kəngərli və Xıdırlı kəndlərində də geniş miqyaslı tikinti quruculuq işləri həyata keçirilir. İnfrastruktur layihələri icra olunur. Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində tikinti işləri son mərhələdədir. Xıdırlıda 719, Sarıcalıda 203, Kəngərlidə isə 292 fərdi evin tikintisi yekunlaşmaq mərhələsindədir. Bununla yanaşı burada emalatxanalar, müxtəlif klub icma mərkəzləri, eləcə də çoxfunksiyalı binalar, məktəblər, bağçalar, kənd bazarlarında tikintisi son yekun mərhələsindədir. İşğaldan azad olunan ərazilərimizdə təhsil infrastrukturunun qurulması da prioriteti təşkil edir. Artıq Xıdırlıda, Kəngərlidə və Sarıcalıda məktəblərin və bağçaların tikintisi yekunlaşmaq üzrədir. Bu kəndlərdəki məktəblərdə təhsil alacaq şagirdlər üçün bütün texnoloji yeniliklər nəzərə alınıb, hər cür şərait yaradılıb. Kəngərlidə 480 şagird yerlik məktəb və 120 yerlik uşaq bağçası, Sarıcalıda 360 şagird yerlik məktəb və 100 yerlik uşaq bağçası, eləcə də Xıdırlıda 528 şagird yerlik məktəb və 120 yerlik uşaq bağçasının tikintisi də son tamamlama mərhələsindədir. Xıdırlıda tikilən 528 şagird yerlik məktəb Dost Qırğızistan Respublikası tərəfindən inşa olunur. İşğaldan azad olunmuş ərazilərdə tibbi xidmətlərin göstərilməsi üçün də tikinti quruculuq işləri davam etdirilir. Artıq Füzuli rayon mərkəzi xəstəxanasının tikintisinə başlanılıb. 180 çarpaydan ibarət olacaq bu xəstəxana 4,5 hektar ərazini əhatə edir və bir sıra zəruri şöbələrdən ibarət olacaq. Həmçinin Ağdamda da rayon mərkəzi xəstəxanasının tikintisi davam edir. 210 çarpaydan ibarət olacaq bu xəstəxana da bir sıra zəruri şöbələrdən ibarət olacaq. Qeyd edək ki, 2025-ci ilin sonuna dək Ağdamda 10 minə yaxın əhalinin məskunlaşması nəzərdə tutulur. Sənan Bəhrəmli, Aslan Məmmədli, ATV Xəbər, Ağdam.